Salam şagirdlər. Deməli mövzumuz olacaq vasitəsiz nitq. Vasitəsiz nitq nədir? Adından göründüyü kimi vasitə yoxdur. Başqasının nitqini olduğu kimi başqasına çatdırma. Vasitəsiz nitq əsas olaraq sistem şəklində veriləndə müəllifin nitqi və vasitəsiz nitq şəklində, yəni bu cür işarələrlə, hərflərlə verilir. Müəllifin nitqi nədir? Müəllifin nitqi dedi, təkrar etdi, düşündü, fikirləşdi, soruşdu, söylədi, çağırdı və s. kimi ifadələrlə danışılan və müəllif tərəfindən söylənilən cümlədir. Məsəl üçün, deyirəm ki, müəllim dedi. Bax, bu müəllim dedi kəlməsini hər hansısa bir müəllif deyir. Ondan sonra qoşa nöqtə qoyulur, dırnaq açılır və vasitəsiz nitq olan, yəni müəllimin dediyi kəlmə nədirsə, cümlə nədirsə, onu olduğu kimi yazırıq. Uşaqlar, dincəlin. Baxın, bu nə olacaq? Bu vasitəsiz nitq olacaq. Yəni, uşaqlar dincəlin, müəllif demir. Bu, müəllimin dilindən deyilən sözdür. Olacaq vasitəsiz nitq. İşarəsi nədir? Dırnaqlar. Müəllim dedini kim deyir? Müəllimin özü mü deyir? Xeyr. Müəllimin danışığını bizə çatdıran hansısa bir müəllif deyir. Bunu da mı ilə işarə eləyəcəyik və özündən sonra qoşa nöqtə qoyacaq. Bu olacaq həmən cümlənin nəyi? Sxemi. Deməli budur, uşaqlar. İndi, məsəl üçün, bu müəllifin nitqi və vasitəsiz nitq, müəllifin dediyi ifadələr və vasitəsiz nitq bir neçə formada cərəyan edə bilir. Və bunu da yadda saxlayaq ki, dırnaq içərisində verilən vasitəsiz nitqdən sonra nöqtə və vergül dırnağın çölündə nida, sual və 3 nöqtə dırnağın içərisində yazılır. Deyirəm, Lamiyə soruşdu. Lamiyə soruşdu. Bu mənim, yəni müəllifin sözüdür. M. Qoşa nöqtəsini qoyduq və dırnaq astıq. Müəllim evə nə verib? Baxın, sual dırnağı bağladım. Nə olacaq sxem? Müəllifin nitqindən sonra qoşa nöqtə, dırnaq açdıq, vasitəsiz nitq, sonda nə gəlib? Sual. Sualı yazdıq, dırnağı bağladıq. Bu olacaq bunun sxemi. Diqqətli olmaq lazımdır. Bunlar hamısı durğu işarələrinə əsaslanır. Vasitəsiz nitq özünü iki formada göstərir. Bir, eyni cümlə daxilində, eyni cümlədə, yəni bu formada. Bir də diyaloqlar şəklində. Diyaloqlar şəklində. Diyaloqlar şəklində olanda artıq dırnaq atılacaq və aşağıdan yazılmış olacaq. Məsəl üçün, deyirəm belə. Lamiyə soruşdu olduğu kimi qalır. Lamiyə soruşdu. Qoşa nöqtəsi də olduğu kimi qalır. Amma dırnaq açmırıq. Buradan tire qoyuruq. Müəllim evə nə verib? Sualına qoyduq və salam. Elə bil bu tire dırnağın həm bu başını, həm bu birisi başını izah eləmiş olur. Əvəz eləmiş olur. Yadda saxlayaq. Həmin da sxemini soruşmur əsas olaraq, yəni testlərdə soruşulanda da belə olacaq. Müəllifin nitqi, qoşa nöqtə, tire, vasitəsiz nitq, sual. Eynən olduğu kimi nə edirik? İşarələri bura köçürürük. İndi işimiz sadəcə bundan bitmir uşaqlar. Bəzi hallarda vasitəsiz nitq, müəllif nitqi və yaxud da müəllifin nitqi, vasitəsiz nitq növbələşməsi baş vermiş olur. Və bəzi hallarda nitq, təfəkkür feilləri ixtisar oluna bilir. Vasitəsiz nitqin arasında gələ bilir. Məsəl üçün, deyirəm ki, Turan, bax, burada əslində Turan dedi olmalıdır, mən dediyini saxlayıram. Qoşa nöqtə. Hər kəs məni dinləsin, dedi.
ciddi sözüm var. Baxın, dırnağı açdıq və dırnağı bağladıq. Düzdür? Bu ortadakı dedi kəlməsi Turanın dilindən deyilən söz deyil. Kimin dilindən deyilir? Müəllifin dilindən deyilir dedi kəlməsi. Dedi kəlməsi gördüyümüz kimi vasitəsiz nitqin ortasında gəlib. Bu zaman nə olacaq? Vergül, tire, vergül, tire. Yadınızda qalsın. Vasitəsiz nitqin ortasında gələn dedi kəlməsinin hər iki tərəfində vergül və tire olacaq. Sxemini bu cür qoyacağıq. Müəllifin nitqi qoşan nöqtə, dırnaq astıq, vasitəsiz nitq, vergül, tire, dedi kəlməsi müəllifin nitqi idi, vergül, tire, sonra təzədən ciddi ilə başlayan vasitəsiz nitq kiçik ilə davam eləyir, bağlayırıq, nöqtəni qoyuruq. Yadda qalsın. Bu cür ifadə də var və yaxud da belə bir ifadə ola bilər. Başdan vasitəsiz nitq gəlmiş ola bilər. Hər kəs məni dinləsin. Dinləsin. Bağladıq, vergül, tire, deyə Turan səsləndi. Nə olmuş olacaq? Dırnaq açıb, vasitəsiz nitq, dırnağı bağlayırıq, vergül, tire, müəllifin nitqi, nöqtə. Baxın, deyədən əvvəl, bax, deyə Turan səsləndi. Bu, bütövlükdə nədir? Müəllifin nitqidir. Bunu Turan demir. Turan sadəcə hər kəs məni dinləsin deyir. Və biz də onun nitqini dəyişmədən olduğu kimi nə edirik? Çatdırırıq. Bu formada da ola bilir. İndi baxın, buradakı bu vergül var ha, bu vergül. Baxın. Bu vergül bəzi hallarda olmaya da bilir. Necə olanda? Sual şəklində ola bilər cümlə. Məsələn, dırnaq açırıq. Məni diqqətlə dinləyin deyə həyəcanla gəlib Turan danışır və nida cümləsi olur. Nidasını qoyuruq, dırnağı bağlayırıq və bu zaman sadəcə tire qoyulacaq. Artıq nida varsa burada vergülə ehtiyac yoxdur. Deyə Turan dilləndi. Nə olmuş olacaq? Vasitəsiz nitqi qoyuruq, nidasını qoyub dırnağı bağlayırıq, tire, müəllifin nitqi, nöqtə. Yəni buna çox diqqət eləmək lazımdır. Və görürsüz dırnağın içərisində olur. Amma vergül olmuş olanda nə olacaqdı? Dırnaq bağlanır, ondan sonra vergül, tire qoyulmuş olacaq. Belə, sual və nəqli nida cümlələrində nə olmuş olur? Nidada nida qoyulur, sualda sual qoyulur. Amma nəqli cümlələrdə isə bunların heç biri olmur və nə olmuş olur? Burada vergül, sonra tire qoyularaq davam edilmiş olur. Bu cür. Bu sayılır vasitəsiz nitq. İndi vasitəli nitq məsələsi var. Vasitəli nitq nədir? Vasitəli nitq vasitəsiz nitqin artıq bütövlükdə hamısının müəllif tərəfindən kimlərəsə çatdırılmasıdır ki, bu cür olanda vasitəsiz nitqdə şəxs sonluqları və şəxs əvəzlikləri dəyişir. Artıq bizim sözümüzə keçir. Məsəl üçün, Nizami Gəncəvi demişdir. Bir inci saflığı olsa da suda, çox içsən insana dərd verir o da. Biz Nizami Gəncəvinin dilindən deyilən şeir olduğu kimi çatdırdıq. Amma bunu vasitəli nitqə çevirəndə necə deyəcəyik? Nizami Gəncəvi demişdir ki, suda inci saflığı olsa da çox içəndə adama dərd verir. Tamamilə dəyişdik, öz sözümüzə saldıq. Vasitəsiz nitqi vasitəliyə çevirəndə olur tabeli mürəkkəb cümlə. Və birinci cümlədən sonra əsasən ki bağlayıcısı artırılır. Dediyim kimi, şəxs sonluqları və şəxs əvəzlikləri dəyişə neyinir? Bilir. Məsəl üçün, bir vasitəsiz nitq yazıram. Bir vasitəsiz nitq. Deyək ki, Nuray dedi. Mən dərs oxuyuram.
Bunu neyinirik? Vasitəli nitqə çeviririk. Nuray dedi ki, o dərs oxuyur. Neynədir? Burada oxuyuram dedi, burada oxuyur dedi. Burada mən dedim, burada o dedi. Və bu vasitəsiz nitqin vasitəli nitqə çevrilmiş halıdır. Cümlələrdə çox vaxt bəzi nitq feilləri ixtisar olunur. Və bu uşaqları daha çox çaşdıran məqamlardandır. Bax, məsəl üçün, belə bir cümlə qarşımıza çıxacaq. Sürücü uca səslə. Tez olun dedi. Birazdan qatar tərpənəcək. Baxın, sürücü uca səslə dedi kəlməsini burada ixtisar eləmişik, burada demişik. Qoşa nöqtə qoyulacaq. Elə zənn eləyin ki, sürücü uca səslə dedi. Bu dedini burada verməmişik. Tez olun dedi. Bax, vergül tire. Yəni bu cür olanda dedi kəlməsi vasitəsiz nitqin arasına düşəndə yadda qalsın. Bax, bu önəmlidir. Hər iki tərəfindən vergül tire olacaq. Bəzən başqa bir formada da ola bilir ki, dedi olmur. Dedinin yerinə müəllifin başqa nitq olur. Məsəl üçün, sürücü uca səslə belə bir şey deyək. Tez olun dedi və maşına yaxınlaşdı. Birazdan qatar tərpənəcək. Düzdürmü? Baxın, dedi, ayda müəllim, dedi kəlməsi gəlməyib, baxın, və var, maşına yaxınlaşdı. Nə dəxli var ki, dedi, sadəcə bunu da götürə bilərik. Sürücü tez olun, dedi. Birazdan qatar tərpənəcək. Bu sadəcə tək müəllifin sözü olmuş ola bilir. Amma bundan sonra müəllif davam edir. Dedi və maşına yaxınlaşdı. Demək ki, maşına yaxınlaşdı. Bunun hamısı bütövlükdə bir ifadə olmuş olacaq. Müəllifin nitq olmuş olacaq. Yenə də vergül tire, yaxınlaşdıdan sonra yenə vergül tire qoyulmuş olacaq. Demək ki, bax, bu altından xətt çəkdiyim cümlədir. Vasitəsiz nitq olan. Tez olun. Birazdan qatar tərpənəcək. Biz bunun arasına hər nə artırmış oluruqsa olaq, bax, bunların hamısı hər nə artırmış oluruqsa olaq, bunların hamısı müəllifin nitqi sayılmış olacaq. Yadda qalsın. Mən dərsdə bu cümləni demişdim uşaqlara. Deyək ki, məsəl üçün, Fatma xala qapıya yaxınlaşaraq, məsəl üçün, Orxan, dostların gəlib. Orxan, dostların gəlib. Dur, onları qarşıla. Dedi və qapını açdı. Nihat və Ziya da buradadırlar. Baxın, qapıya yaxınlaşaraq qoşa nöqtəsini qoyduq. Düzdürmü? Bunu dırnaq içində vermirəm, tire ilə verirəm. Orxan, dostların gəlib. Dur, onları qarşıla. Bu, Fatma xalanın sözüdür, altından xətt çəkdiyim.
vergül tire dedi və qapını açdı. Sonra nə elədi? Nihat və Ziya da buradadırları davam elədi. Yenə vergül və tire. Bax, bu formada olmuş olacaq. Yəni, belə cümlələr ümumiyyətlə çıxır ki, burada dedidən sonra uşaqlar çaşır ki, ayda və qapını açdığını biz müəllif, sonra təzədən bir də müəllif. Belə bir şey olmur. Bax, bu üstünə xətt çəkdiyim cümlənin hamısı vasitəsiz nitqin ortasına gələn bir dənə müəllifin nitqidir. Hə, bu dırnaq qoyuldu. Buradakı tire işarəsi olmasa nə olacaqdı? Dırnaq qoyulacaqdı. Bir də burada dırnaq qoyulacaqdı. Düstur necə olacaqdı? Müəllifin nitqi, qoşa nöqtə, vasitəsiz nitq, vergül tire müəllif, vergül tire vasitəsiz nitq, dırnaq nöqtə. Bu qədər belə bəsit, rahat bir dərsdir. Mən inanıram ki, heç kimsədə bir problem çıxmayacaq. Vasitəsiz nitqlə bağlı olan işarələr əsas qoşa nöqtədir, dırnaqlardır. Dırnaq olmayanda da tire işarəsidir. Belə.